أنزلناه قرآنا عربيا لعلكم تعقلون نحن نقص عليك أحسن القصص بما أوحينا إليك هذا القرآن وإن كنت من قبله لمن الغافلين إذ قال يوسف لأبيه يا أبت إني رأيت 11 كوكبا والشمس والقمر رأيتهم لي ساجدين. Rollarda Mahmud Pakniyyət, Ketayun Riyahi, Mustafa Zamani, Cəfər Dehqan, Abbas Əmiri və başqaları. Senari müəllifi Fərəcullah Sələhşur, Quruluşçu operator Nasir Kavusi, Rəssam Fərhad Əlizadə Ahi, Səs operatoru Əhməd Əmiri, Bəstəkar Peyman Yəzdani, Səs rejissoru Rıza Nərmizadə, İstehsal müdiri Mühəmməd Sadiq Azin, prodüser və rejissor Fərəcullah Sələhşur. Həzrəti Yusif. Amunun düşməni məhv olsun. Amunun düşməni məhv olsun. Çox təəssüf, amma ürəyimiz adamdığı kimi o günü gündən daha da əziz və hörmətli olur. Buna hələ baxarıq.
Əgər sən taxta qılıncı bu cür çətinliklə tutursansa, bəs onda Polad qılıncı necə tutacaqsan? Hə? Naz içində bəslənən naşı bir adam yalnız çalışmaqla bərkiyər. Tezliklə əlinə polad qılınc alacaqsan. Bu taxta qılınc hələlik başlanğıc üçündür. Davam edin. Əvvəldə deyirdim, indi də deyirəm. Mən bu Kənanlı qulamdan qorxuram. Yuzarsif. Lap yaxşı, Yuzarsif. O qarşıda səni bəlaya salacaq. Mən məbəddə olan tanrımız Amunuda, mərasimi də məsxərəyə qoyduğunu özüm görmüşəm. Bəsdir, Karyana. Bəla nədir? Mən bilmirəm, bu uşaq sənə nə pislik eləyib? Mənimlə gəl. Mən bilirəm bunları hara qoymaq lazımdır. Hara gedirsən, Yuzarsif? Gəl, biləcəksən. Uzaqda deyil. Qalxın. Qalxın, siz üçün yemək gətirmişəm. Götürün. Bu yeməklər sizindir. Götürün. Götürün, götürün, bunlar sizindir. Götürün.
Götürün. Bunlar hamısı sizindir. Götürün. Dikkatli ol. Aferin. 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 Aferin güzel Sivil. Aferin. 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 Etiraf edirəm ki, sən məndən güclüsən. Yuzarsif hər zaman Rudamunu öz ustadı hesab edir.
Minnətdaram Binyamin. Əgər Yusifdən sonra sən olmasaydın, hicran qəminə necə dözərdim? Allaha şükür eləyirəm ki, Allahın nəbisinin qulluğunda durub ondan müğayət olmağı mənə nəsib edib. Mənə verin, ana. Götür oğlum. Yadındadır Leya. Yusif də səni Binyamin kimi ana deyə çağırardı. Həmin hadisədən 11 il keçib ata. Amma Yusifi bir zərrə qədər də yadınızdan çıxarmamısınız. Onu unutmağınız yaxşı olmazdı. Yusifin yuxusu yadındadır. Bəli, yadımdadır. O sizi, anamı, qardaşlarımı ona səcdə eləyən halda görmüşdü. Bu səcdə Yusifin məndən və mənim ailəmdən daha üstün olduğunu bildirir. Yəni Yusif mənim vəlimdir. Mən övladımı unuda bilərəm, amma Allahın vəlisini yox. Ey Allahın nəbisi, məyər bir peyğəmbər digərindən üstün ola bilər? Bəli, əgər bir peyğəmbər o birilərinin arzu etdiklərini həyata keçirərsə, onlardan daha üstün və fəzilətli olar. Yüzərsif, oğlum, mənim evladım yoxdur. Məni öz atan hesab elə. Nə çətinliyin olsa, mənə söylə. Hər tanrı pərəstiş olunmağa layiq deyil. Hər tanrı pərəstiş olunmağa layiq deyil. Tanrı ehtiyatsız olmalıdır. Tanrı ehtiyatsız olmalıdır. Yer və məkandan ehtiyatsız. Yer və məkandan ehtiyatsız. Yemək və yatmaqdan ehtiyatsız. Yemək və yatmaqdan ehtiyatsız. Bütün varlıq aləmi ehtiyaclıdır. Bütün varlıq aləmi ehtiyaclıdır. Bütün varlıq aləmi zəif və gücsüzdür. Bütün varlıq aləmi zəif və gücsüzdür. Qəni və mütləq yalnız Allahdır. Qəni və mütləq yalnız Allahdır. Nədir? Nəyə baxırsınız? Məyər sizin işiniz gücünüz yoxdur? Gedin buradan. Bütün varlıq aləmi ehtiyaclıdır. Bütün varlıq aləmi ehtiyaclıdır. Yaxşı, siz oturun. Mən indi gəlirəm. Cənab Putifar, nə buyurursuz? Sarayı idarə edən cənab Hunifer neçə vaxtdır ki xəstədir. Ona görə də hər şey bir-birinə qarışıb. O sağalanacan sarayın işlərini sən idarə etməlisən. Sən burada nə edirsən? Mən burada bağışlayın, üzr istəyirəm. Huniferin xəstəliyini bilirəm. Ona baş çəkməyə getmişdim. Siz narahat olmayın. O sağalana qədər, bacardığım qədər vəzifəmi yerinə yetirərəm. Narahat deyiləm.
Bilirəm ki, idarə etmə işinin öhdəsindən də yaxşı gələcəksən. Minnətdaram. Bu sizin mənə olan lütfünüzdür. Bugündən Huniferin əvəzinə sarayı Yuzarsif idarə eləyəcək, təsəvvür edirsən. Nədə inanmırsan? Özüm eşitmişəm. Bax bu qulağımla. Özü də Putifarın dilindən. Əmin ola bilərsən. Nimisabo özü eşidib. Buna inan. O artıq Huniferin canişini olub. Məyər Yusifdən layiqlisi var? Hunifer xəstədir. Bundan sonra sarayın müdiri Yuzarsif olacaq. Özüm eşitmişəm. Yuzarsif. Ne danışırsan Yuzarsif? Kef eləyəcək. Baş aşpaz. Bəli. Bəli, cənab Yuzarsif. Cənab Huniferin xəstə olduğunu sizə demişdim. Onun üçün münasib yemək hazırlayın. Hazırdır. İndi göndərərəm. Sizin işiniz yoxdur. Burada nə inirsiniz? İndi gedirik. Bəli, oldu. O necədir, cənab Sinova? Əvvəllər də demişdim. Deyin sifariş olunan şeyləri gətirsinlər. Bundan artıq heç nə eləyə bilmərəm. Yəni, heç ümid yoxdur? Nə olar, bir çarə qılın. O çox zəifdir. Bu xəstəliyə dözümü yoxdur. Çənəsinin qəfəsi qan laxtaları ilə doludur. Neçə vaxtı sarayın işlərindən xəbərim yoxdur. Səndən yaxşı heç kim bu işləri idarə eləyə bilməz. Narahat olmayın. Siz təkcə çalışın ki, istirahət eləməklə bərabər təcili sağalasınız. Narahatçılığım idarə işlərinə görə deyil. Mən puç olmuş ömrümə görə narahatam. Yolun axırına çatmışam. Amma seçimimin sonuna çata bilmədim. Nə demək istədiyiniz mənə aydındır. Hələ gec olmamış seçə bilərsiniz. Yaxşı, indi mən nə etməliyəm? Nə qədər gec deyil, mənə yol göstər. Hər şeyi yaxşı-yaxşı fikirləşmisiniz. Mən 11 ildir ki, sənin Allahını düşünürəm. Düz səni bu sarayda görən gündən fikir çəkdiyim daha bəsdir. Təkcə mənə neynəməli olduğumu de. İndi mən neynəməliyəm? Huniferlə tək qalmaq istəyirəm. Əgər siz 11 il Allahı düşünürsünüzsə, deməli,
müvəhhidsiz. Mübarəkdir. İllərdir ki, mən onunla gizlində danışıram. Bilirsinizmi ki, Allahın göndərdiyi elçilərinə də iman gətirməlisiniz? Əgər mən onları tanısam, mütləq iman gətirərəm. Həzrəti Adəm bütün insanların atası və Allahın birinci peyğəmbəridir. Hal-hazırdasa Yusif onların axırıncısıdır. Yüzərsiv, dayan görüm. Yusif sənin həzladındır ki, yəni sən peyğəmbərsən. Əgər bilsəydim, körlük ilə mən sənə iman gətirərdim. Hunifer, küfür və şirkdən əl çəkib, əldə düzəltmə tanrıları rədd eləyirsən. Bəli, bəli. Mübarəkdir. Tək Allahlıların cərgəsinə xoş gəlmisən. Neçə illərdir cənab Putifarla Amun bütünə edilən ibadətlərin şahidi idim. Onlar süni, əldə qayırma tanrıları necə də müqəddəs tutub, ehtiyaclarının ödənməsini onlardan diləyirdilər. Həmin vaxtdan Allaha söz verdim ki, şirk və bütpərəstliklə mübarizə aparacam. Şadam ki, imana gəlməyinizdə zəhmətlərimin səmərəsi oldu. Mən də şadam. Yüzərsiv, görəsən indi dünyadan köçsəm, yerim cəhənnəm ateşi olmayacaq ki. Bunu bil. Allah vədə verib ki, əgər bir nəfər ömrünün axır anlarında olsa belə şirki atıb, tək Allaha iman gətirsə, xilas olmuşlardan olar. Putifarın sarayının baş müdürü cənab Yüzarsifə eşq olsun. Başa düşmürəm, sizə kim deyib ki, mən sarayın müdürüyəm? Bütün saray əhli bunu bilir, cənab Yüzarsif. Cənab Yüzarsifə eşq olsun. Salam olsun sizə. Səhv eşitmisiniz. Müdür hələ də cənab Huniferdir. O, sağalana qədər sarayın işləri hələlik mənim öhdəmdədir. Züleyxa xanım hara baxır görəsən? Mən heç yerə baxmıram. Sarayın təzə idarəçisi Yüzarsif heç yerdir? Bəzən ayağın yorğanından uzun olur Karyana. Bu tikanlı sözlərin başıva bəla açacaq. Dünən Nilin sahilində olan torpaqların bir hissəsini Amunun adıyla müsadirə ediblər. Bugün də oturaq əhalinin məhəllələrindən bir neçə cavan qızı zorla tutub Amunun məbədinə gətiriblər. Amunun arvadı olmaq üçün bu ki təzə hadisə deyil. Amunun arvadı olmağı qızlar həmişə öz ixtiyarları ilə seçiblər, məcburiyyətlə yox. Əslində onları kahinlərin ləzzəti üçün aparıblar, Amuna zövcəlik üçün yox. Axı o bir parça daş arvadı neyniyir? Siz cavan vəliəhdin yanında məbədin kahinləri və böyük Amun barədə pis söz danışmamalısınız. Bu sözlər onun imanına pis təsir eləyir. İman? Evladlarımızın imanını məbədin ağaları və kahinlərinin pis əməlləri azdırır.
Bu həqiqətləri bilmək yox. O hər şeyi bilməlidir. Bilməlidir ki, onun məmləkətinin xalqı nəyə iman gətirib və o bu məmləkətdə necə başçılıq eləməlidir. Mən Tanrı Amon və onun kahinləri barədə lazım olanları bilirəm. Bu sözlər mənim üçün yeni deyil, ata. O həmişə məbədin və kahinlərin tərəfində olub. Odur ki, onların rəzil hərəkətlərinə haqq qazandırmağa çalışır. İxtişaş yaradaraq kahinlər mənim hökumətimi və səltənətimi zərrə qədər də olsun düşünmürlər. Böyük əmir məbədin kahinlərinin etdiyi bu iyrənc əməllər barədə nə fərman verəcək? Mən bu həcməcliyə son qoyub tipsdə kahinlərin rahatlığını alt-üst eləyəcəyəm. Tezliklə məbədə hücum eləmək üçün hazırlıq görün. Sizcə Misirin ordusu məbədin qoşunlarının öhdəsindən gələ bilər? Onlar milləti təngə gətiriblər. Artıq məbəd əvvəlki mövqeyini itirib. Onların qüdrəti göründüyü qədər də qorxulu deyil. Hər tanrıya pərəstiş etməzlər. Tanrı ehtiyatsız olmalıdır. Yer və məkandan, yeməkdən və yatmaqdan ehtiyatsız. Məndən nə istəyirsən? Niyə kölgə kimi məni gecə-gündüz güdürsən? Heç nə istəmirəm. Həmişə sizin yanınızda durub qulluğunuzda hazır olmağı özümə borc bilirəm. Əgər mənim burada olmağım sizi narahat eləyirsə, bundan sonra yanınızda durmaram. Səncə Züleyxa xanım Yusifə niyə bu qədər nəzarət eləyir? Bilmirəm. Mən dəfələrlə bu mənzərəni görmüşəm. Ümidvaram ki, bu baxışlarda başqa bir niyyət yoxdur. Sənin bu ümidin xoş niyyətdən çox axmaqlığa bənzəyir. Ağamız cənab Putifara salam olsun. Salam olsun Misirin əzizi cənab Putifara. Salam olsun vəfalı Rudamuna və hikmət sahibi Yuzarsifə. Özümü sınamaq istəyirəm. Mənlə döyüşərsən? Döyüş yox. Amma əgər öyrətmək istəyirsinizsə, imtahan verə bilərəm.
Amunhotep məbədin kahinləri ilə döyüşmək fikrindədir. O istəyir ki, onların işini bir dəfəlik bitirsin. Onlar həddindən artıq qüvvətlənib, Misir məmləkətinin daxilində ixtilaf yaradıblar. Qorxulu işdir. İndi məbədin sahiblərinin imkanı olduqca böyükdür. O qəti qərara gələrək, mənə bütün qüvvələri səfərbər etməyi əmr edib. Bu çox çətin işdir. Onda gərək Amunhotep kahinlərin saraydakı nüfuzunu unutmasın. Amunhotep'in həyatı təhlükədədir. Ondan müğayət olun. Bir anda onu tək qoymayın. Təhlükə? Kimin tərəfindən? Kim olursa olsun. Amunhotep'in ətrafında olan hər bir kəsdən. Əfsus ki, cənab Amunhotep'in düşmənləri çoxdur. Mən bir dəfə Tiyə xanımı görmüşəm. O, Amuna qarşı çox sədaqətlidir. Təəccüblüdür. Bugün Amunhotep elə həmin məsələni üstörtülü şəkildə Tiyə xanıma deyərək, onu məbədin tərəfdarı və casus adlandırdı. Amunhotep'dən müğayət olun. Təhlükə çox ciddidir. Tiyə xanımın kənizi ondan sizə xəbər gətirib. Tiyə xanım buyurdu ki, bunu şəxsən sizə verim. Mənim tərəfimdən Tiyə xanıma təşəkkür edeyim. Sən də mənimlə gəl. Cənab, bir hadisə baş verib. Baş kahin cənab Alixmaxuya, kahinlər və məbədin əskərlərinin özbaşınalığı Misir hökumətinin daxilində ixtilaf yaranmasına səbəb olub. İqtidarda olan hökmdar Amunhotep bizi Amunun məbədinə etiraz eləməyə məcbur eləyir. Yaxşı olar ki, hərc-mərclikdən yayınmaq üçün özbaşınalıqdan əl çəkib,
Amonhotepin bir ölçü görməsinə qabaqlayaraq, ondan özür istəyib, bu ixtilaf ateşini elə rüşeymindəcə söndürək. Tiyə xanım ya zirəkliyindən bizi bu təhlükədən xəbərdar eləyib, ya da sadəlövlü yüzündən öz ərə əleyhinə cəsusluq eləyərək, biz onun planlarından agah edib. Nə olursa olsun, bizi böyük təhlükə gözləyir. Yaxşı. Bəs cənab Alixmahunun qərarı nədir? Biz gərək ya onları təhqir elədiyimizə görə üzür haqlıqla Amonhotepin cəza tədbirinin qarşısını alaq, ya da ki, açıq-aşkar zərbə ilə düşmənin hücumunu qabaqlayaq. Mən ikinci yolu bəyənirəm. Üzrxahlıq həm Amonun məbədini təhqir eləyir, həm də həmşəlik olaraq bizə hücum təhlükəsi yaradır. Düşmənin hücumundan əvvəl əks hücum eləmək lazımdır. Nə bilirsən ki, özümüz hücum eləmiş olsaq qalib gələcəyik. Bəs məğlub olsaq onda necə? Mən sülh naminə üzrxahlığı daha münasib bilirəm. Mən hücumu məsləhət görürəm. Amma Padyamonun dediyi kimi yox. Əslində bizim düşmənimiz bircə nəfərdir. Amonhotep. Biz də bir nəfərlə hücum eləyərik. Bu işi həyata keçirmək üçün Amonhotepin yaxınlarından birinə ehtiyacımız var. Deyəsən, mən Amonhotepin yaxınlarından bizə lazım olanı tanıyıram. İnsan ən üstün varlıqdır və bütün varlıqlar ondan aşağıdadır. Məhz buna görə də gözümüzlə gördüyümüz, dərk və hiss eləyə bildiyimiz bütün varlıqlar bizdən, insanlardan aşağı dayanırlar. Deməli, biz bütün varlıqlardan üstünük. Bəs axı biz Amonu da görürük, amma ondan üstün sayılmırıq. Amon sadəcə daşdır, onu bir daş yonan usta düzəldib. Deməli, Amon daş yonandan üstün ola bilməz. Yəni, bir kəsin öz əli ilə düzəltdiyi, həmin şəxsdən üstün ola bilməz. Sənin Allahını görmək mümkündür? Allah hər bir görünəndən üstündür. Deməli, o görünməməlidir. O çox hikmətli olması ilə yanaşı, həm də bacarıqlı müəllimdir. Kim deyər ki, bu həmin naz içində bəslənmiş kiçik uşaqdır? Dünənki qul, bugün sarayın bütün işlərinə yarayır. Sən Yüzalsifin bu cür inkişaf və tərəqqisindən narahatsan? Yox, yox. Məncə onun buna ləyaqəti çatır. O ağıllı və hikmətli cavandır. Mən bütün işlərimdə onunla məsləhətləşirəm. Bu vaxtacan da heç bir ziyan görməmişəm. Mən onun özü üçün qorxuram. Tapşırmaq lazımdır ki, Yüzarsif ümumi məclislərdə görünməsin. Yoxsa Misirin məkirli qadınları ona tələ qurar və çəkdiyimiz zəhmətlər hədərə gedə bilər. Bu təbiidir. Onun kimi abırlı və gözəl üzlü cavan hər qadını özünə cəlb edə bilər. Əgər indiyədək şəhərdə daha çox vaxt keçirsəydi, yəqin ki, buralarda qalmazdı. Cənab Yüzarsif, Huniferin halı heç yaxşı deyil. Cənab Rodamuna xəbər verin. Uşaqlar, burada durun, indi gəlirəm. Bizim mehriban Huniferin halı necədir? Oğlum, Yüzarsif, qorxurdum ki, səni görməmiş öləm. Şadam ki, gəldin. Cənab Hunifer, siz ki, bizi tərk eləmək istəmirsiniz. Narahat olmayın. Tezliklə sağalacaqsınız. Qoyun, nə qədər vaxtım var, sözümü deyim. Oğlum Yüzarsif,
Sen bu sarayın bütün işlerinden halisən. Oranı hamıdan yaxşı idarə eləməyə qadirsən. Sən özünlə bu sarayın sakinlərinə xeyir və bərəkət gətirmisən. Sənin vücudunla sarayın sakinlərinin asayiş və rahatlıq içində olacaqlarına şübhəm yoxdur. Hamı səni çox istəyir. Ümidvaram ki, tezliklə sağalacaqsınız və vücudunuzun bərəkətindən həmişə istifadə edəcəyik. Sənə nə olub, Hunifer? Bizim sarayın müdürünün halı niyə belədir? Cənab Putifar, ömrümün axır anlarında sizinlə görüşdüyüm üçün şadam. Ümid eləyirəm ki, tezliklə sağalarsan. Saray əhalisi Yüzərsifi sevir. Şübhəsiz ki, onun əmirlərinə itaət edəcəklər. Ümid eləyirəm ki, siz... Yüzərsifi cavanlığına baxmayaraq sənin yerinə təyin eləyəcəm. Saray işlərinin idarəsi üçün heç narahat deyiləm. Sən də narahat olma. Mən sizin bütün saray əhalisinin və Yüzərsifin özünün huzurunda bildirirəm ki, Misirin tanrılarından qeyri yeni, həqiqi bir tanrıya iman gətirmişəm və ondan istəyirəm ki, məni əbədi həyatdakı rahatlığa qovuşdursan, məni hidayətə qovuşduran şəxsdən mənim üçün dua etməsini, bağışlanma diləməsini Allah Huniferi öz rəhmətinin kölgəsində qərar versin. Mən bir daha ürək yanan, qayğıkeş atamı itirdim. Hunifer böyük və mehriban insan idi. Ümidvaram ki, o əbədi rahatlığa qovuşar. Hunifer çox əzəmətli və təntənəli mərasimlə dəfn olunmalıdır. Ona xüsusi tabut hazırlayın. Cənazəni qərbə aparıb, mumyaladıqdan sonra xüsusi məqbərəmizdə dəfn edin.